Salam, hər vaxtınız xeyirli olsun. Deməli, dostlar, diqqət edirsiniz, mən gündəmə də diqqət edirəm. Alyona İlham Əliyevin bu fahişə, əxlaqsız gəlinini diqqət edirsiniz, necə də reklam edirlər. Yəni, bu reklama da az pul xərclənilmir. Yəni, milyardlarla, milyonlarla pul xərclənilir. Alyonanı bizdən olmuş kimi sırayırlar. Nə bilim, gedir orada balaca uşaqlara velosiped alır, 50 dənə velosiped alır, verir. Gedir o tərəfdə şirniyyat pişirir, bu tərəfdə tort pişirir, bu tərəfdə nə bilim dolma pişirir, bozbaş pişirir. Bununla götürüb Azərbaycan dilini bilməyən, Azərbaycan dilini anlamayan, qanmayan birini, yəni ümumiyyətcə Azərbaycan dilində danışa bilmir. Nəinki Alyona, ümumiyyətcə İlham Əliyevin arvadı da, qızları da Azərbaycan dilini danışa bilmir. Yəni görmüsünüz də, yəni Azərbaycan dilini adamlar səlis danışa bilmir. Yəni mənim sənim kimi danışa bilmir. Hələ də bu Alyona vəbşey danışa bilmir. Azərbaycan dilini bilməyən, anlamayan, bizdən olmayan birini ölkə başında duran əxlaqsız, tərbiyəsiz ailə özlərinə gətirib bir fahişəni gəlin eləyiblər və bunu da güya bizi sevər kimi sırayırlar. Güya ki Alyona Əliyeva bizim millətimizi sevir, bizim evlatlarımızı orada gedir, məsəl üçün balaca uşaqlardır və yaxud da bilirsiniz də, digər yerlərə də fərq eləmir. Hara baxırsa reklamı gedir. Yəni bu reklamlara da milyonlarla pul xərclənilir. Bizim pullarımız, sənin, mənim pullarımdır. Büdcədən oğurub xərcləyirlər, bunu bizə reklam edirlər. İndi burası maraqlıdır ki, yəni bunu bizə nəyə reklam edirsiniz ki, bizim nəyimizə lazımdır? Biz Alyonanı ciddi almırıq, nəyimizə lazım ki? Yəni bizim dili bilməyən birini bizə nəyə sırırsınız ki? Nəyə ehtiyac var ki? Nə olsun ki, getdi orada uşaqlarla bozbaş pişirdi, tort pişirdi, yemək pişirdi, nə bilim, getdi 50 dənə velosiped aldı, payladı. Nə olsun, nə olsun ki? Milyonlarla uşaqların, körpələrin pullarını basıb oğurub yeyirsin. Sonra da o pulların bir qisminin yarısını aparıb 50 dənə velosiped alıb uşaqlara paylayırsınız. Görüntü yaradırsınız. Elə güya ki siz millət sevirsiniz, güya siz xalq sevirsiniz. Yığışdırın bu artistliğinizə, şərəfsizlərə, namussuzlar. Biabırçılıqdır sadəcə. Milləti ələ salıblar, milləti doluyurlar konkret. Allaha and olsun. Bir dənə fahişəni, bir dənə cırığı tapıb gətirib özlərinə gəlin eləyiblər, arvad edib oğluna, İlham Əliyev, Peysər oğluna, o xəstə Petka oğluna. Ona da gətirib bizi sevən kimi sırayır. Güya bizi sevirlər, güya bizim evlatlarımızı, bizim millətimizi sevirlər. Amma belə deyil. Hamısı oyundur, yalandır, reklamdır. Reklamla bir şey olmaz. Əsas olur ki, səmimiyyət, əməl. Bizim dilimizi bilməyəni gətirib bizə, nə bilim, bizi sevər kimi sırıdır. Bizim ehtiyacımız yoxdur. Oldu mu? Sağ olun dostlar. Allah'a emanet qalın.